Əslində mən elə bilmişəm ki, bu makadamiya fındığında selen var. Sən demə bunda deyilmiş, Braziliya qozundaymış. Götürüb buna da 11 manat pul vermişəm bazarlıqda. Bunun belə içərisində belə dəmiri də olur, belə sındırırsan, yeyirsən. Dedim də almağını almışam, sizlə bir yerdə sınıyam. Başqa blogerlərdə görmüşdüm. Bu bilmirəm nədir. Bir də budur bunun şeyi. Rus blogerlərdə, Azərbaycanlılarda desin çəkmişdilər. Bu belə bir şeydir. Gəl bir yerdə baxaq dadına. Uşaqların da xəstədir. Xəstəxanadan gətirmişəm. Sistem yoxdur öncədən. Sistem, dava, dərman. Da belə bir şeydir. Necə tatlıdır. İçərisindən də qəşəng iyi gəlir. Çox ləzzətlidir. Mən də buradan belə salıram. Nə qəşəngdir. Hə. Fidana sistem yazdı. Gündə 3 dəfə. Həftədə 3 gün ardarda. İncidə isə hələ aparıb rentgen salacağım. Rentgen nömrəsi sırası düşməyib də, hələ çatmayıb hələ. İndi aparacağım birazdan. Qızdırması var deyənəm, dedim mütləq rentgen olunmalıdır da. Xəstəxana dolu idi, dolu. Ay Allah. Bütün uşaqlar xəstədir. Qızdırmanı, hə. Bax. 38.5. Nə? Bəli. Səhətədim işte axı. Qalxıb da. Xəstəxanaya gəlib gəlmişik, qalxıb. Analizat verdi orada. İndi aparacağım da. Durub qızdırma salan dərman verəcəm. Aparacağım. Buna isə o pulu verməyə dəyər. Qəşəng, iyi də qəşəng, dadı da qəşəng.